Her zaman benim gözümün önünde onlar idi. Ne kadar əzab çəkdilər, ne kadar əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur. Alacağım. Salam, hər vaxtınız xeyir olsun dəyərli 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. 102 Xəbər Info olaraq öz ənəmizə sadiq qalıb, şəhid ailələrinə ziyarətə getmək, onların dərdlərinə şəhid olmaq bizim birbaşa amalımız və borcumuzdur. Bugün Ağcabədi rayonunun Aşağı Qəmadini kəndində şəhid Həsənov Elşən Etibaroğlunun evindəyik. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi bugün şəhid Elşənin evindəyik. Elşən uzun illər Rusiya Federasiyasına yaşasa da qanında, canında olan vətən sevgisi 44 günlük vətən müharibəmiz başlayan zaman onu vətənə dönməyə məcbur edir. Valideynləri onu evləndirmək üçün toy tədarükü görürlər. Lakin erməni mənfurlarının torpaqlarımıza təcavüzü zamanı bu qeyrətli övladımız dayana bilmir. Səfərbərliklə döyüşlərə atılır. Zəngilan, Qubadlı, Laçın istiqamətində döyüşlərdə yaralanır və onu hərbi hospitala yerləşdirirlər. Yaraları sağalandan sonra yenə də döyüşlərə qatılmaq, döyüş yoldaşlarının yanında olmaq istəyir. Həsənov Elşənin anasıyam. Mən Elşənin haqqında çox şey danışa bilərəm. O çox, müharibəyə getməmişdən qabaq burada onun yatacağı var idi. Bütün şəkilləri düzüldü tıfara. Deyirdi ki, ata, mən də gedəcəm müharibəyə. Bax, belə sözlər danışırdı. Öyle 2-3 gündən sonra buna səfərbərliyindən kağız gəldi. Öyle yürü getdi. Bax, yürü getdi. Arada bir 20 gündən sonra eşitdik ki, bunu aparırlar Bakıya. Bakıda da hospitala yerləşdiriblər. Ayrılandan sonra deyib ki, yox, mən bir də qayıdıram. Bax, belə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların atasına, anasına səbir versin. Amin. Buracığım. Müəllim, özünüzü təqdim edin. Atasınız, o deyirlər, oğul atanın dayağıdır, oğlunuzu itirdiniz, dayağınızı itirdiniz, vətən yolunda qəhrəmancasına şəhid verdiniz. Özünüzü təqdim edin və Elşənin döyüş yolundan, ömür yolundan qısa bir məlumat zəhmət olmasın. Mən Həsənov Etibar Hüseynoğlu, şəhid Elşən Həsənovun atasıyam, bəli, düz deyirsiniz, çox ağrılar çəkmişəm. Bugünkü gündə mən öz oğlumla fəxr edirəm ki, vətənimizin bayrağımıza görə də o getdi belə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Mənim bir dənə də deməli sözüm var ki, bunu mən hər tərəfdə demişəm, bütün məclislərdə, bütün tədbirlərdə görmüşəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev prezidentə öz minnətdarlığımı bildirirəm. Təşəkkür ederim. Allah onu bu Azərbaycan xalqının üstündən əski eləməz. Amin. Allah rəhmət eləsin şəhidlərim. Çox belə. Balam vətənpərvər idi. Çox. Qısa deyim, zəng elədi Laçına gələcəkdə. Dedim, oğlum, haradasan? Dedi, ata, deyə bilmərəm. Amma çox yerdəyim. Bildim ki, Laçın çox yerdə. Ondan 2 gün sonra zəng gəldi ki, öz komandirim zəng elədi ki, belə heç bir qorxusu yoxdur. Uşaq boynunun dalından biraz cədə alır. Onunla da balam mənim adımı da yadımdan çıxartdı. Tanımırdı, bax, elə bir vəziyyətə düşmüşdü. Gəldi, yazıq buralarda nə əziyyət çəkdi. Kaş kör olaydım, onu görməyeydim. Çox. Anlayıram. Allah səbir versin. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi Elşən döyüş bölgəsində yaralanır və hərbi hospitala götürülür. Yaraları sağaldıqdan sonra yenidən döyüş meydanına atılır və təəssüf ki, mənfur erməni gülləsi bu dəfə də Elşəndən yan keçmir. Döyüşlərdə ağır yara alan Elşən həkimlərin səyinə,
aylarla çəkən mübarizəyə baxmayaraq, gördüyünüz kimi 19-u 8-ci ay 2022-ci ildə vətən üçün rəy döyünən Elşənimizin gözləri vətənə əbədi yumulur, ürəyi dayanır. Öz şücaəti, öz qəhrəmanlığı ilə könüllərdə taxt qurur Elşən. Şəhidlərimiz hər biri bizim üçün əzizdir. Hər bir şəhid ürəyimizə sancılan bir oxdur. Amma qələbəmiz, onların tökülən qanlarının yerdə qalmamağı bizə bir təsəlli oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin və mənfur düşmən bir şey heç vaxt unutmamalıdır ki, əgər o iyrənc əlləri bir daha Azərbaycan torpağına uzanarsa, Elşən kimi onun timsalında yüzlərlə, minlərlə Azərbaycanın mərd oğulları onların başını əzər. 102 Inform Xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, müxbir Nəzakət Kamal qızı, operator Seymur Sahiboğlu, Ağcabəndi.